Masallıda əməkdar jurnalist, yazısı publisist, tərcüməçi Zakir Abbasın Yazıya pozu yoxdur kitabının təqdimatı olub. Rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə müəllifin qələm dostları, sənət adamları, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra jurnalist, publisist Akif Ağayev, istedadlı jurnalist, sənətşünas, vətənpərvər ziyalı Zakir Abbasın ömür yolu yaradıcılığı barədə məlumat verib. Daha sonra Masallı rayon Ağsaqqallar Şurasının sədri, yazıcı publisist Ələşrəf Niftiyev, filologiya elmləri doktoru, əməkdar mədəniyyət işçisi Vaqif Yusifli, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Ziyalıları İctimai Birliyinin sədri Qardaş Fətullayev, rayon mərkəzi kitabxana sisteminin direktoru əvəzi Zamin Məmmədov, kitabxananın əməkdaşı Günay Xəlilova kitab haqqında fikirlərini səsləndirib, ömrünün 77-ci pilləsini adlamaqda olan, özünə və sözünə dəyər verən alicənab insana, cəsarətli qələm sahibinə can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıblar. Bildirilib ki, Yazıya pozu yoxdur kitabı qədim dövr, orta əsrlər və sonraki illərdə dünya və Avropa mədəniyyətinin, ədəbiyyatının, nəhəng simalarının, ən parlaq nümayəndələrinin həyat və yaradıcılığı ilə tanışlıq baxımından əvəzsiz vasitədir. Sonda Zakir Abbas tədbirin təşkilatlarına və iştirakçılarına minnətdarlığını bildirib, yeni kitabını imzalayaraq iştirakçılara hədiyyə edib.